Lissabon futbolu deyəndə, yəqin ki, hamımızın ağlına ilk gələn şey Benfica ilə Sporting arasındakı o amansız rəqabətdir, elə deyilmi? Amma işin bir də amması var. Bax, bu məşhur derbinin kölgəsində qalan, amma bir vaxtlar inanın bütün şəhəri ayağa qaldıran başqa bir hekayə var. Gəlin bugün birlikdə Lissabonun o biraz tozlu, unudulmuş futbol səhifələrini vərəqləyək. Baxın, Lissabonda əslində iki böyük derbi mövcuddur. Biri var, hamının bildiyi qanqada ilə keçən ən qızğın derbi, yəni Benfica Sporting. Bir də var, adı üstündə tarixi derbi, Benfica Belenenses. Bu sadəcə bir oyun deyil, şəhərin futbol kimliyini formalaşdıran, amma nədənsə zamanla biraz arxa plana keçən bir mübarizədir. Biz də bugün məhz bu ikinci, demək olar ki, yaddaşlardan silinməkdə olan rəqabətin dərinliklərini enəcəyik. İndi bir anlıq təsəvvür edin. Sanki bir zaman maşınına minirik və hər şeyin bambaşqa olduğu bir dövrə səyahət edirik. Elə bir dövr ki, stadionlar fərqli idi, qəhrəmanlar başqa idi və şəhərin bir nömrəli futbol savaşı, inanın ki, bugün tanıdığımız komandalar arasında getmirdi. Və beləliklə, hekayəmizin ilk bölümünə başlayırıq. Lissabonun unudulmuş derbisi. Bilirsiniz, bu sadəcə bir futbol maçı hekayəsi deyil. Bu, hələ topun əsl dəridən olduğu vaxtlardan qalma bir dastandır. İtirilmiş bir şöhrətin, bir şəhərin taleyinin hekayəsidir. Hər böyük hekayənin bir başlanğıcı olur, elə deyilmi? Bax, bu rəqabətin də ilk səhifəsi 1935-ci ildə yazıldı. Həmin o gün bu iki klub çempionatda ilk dəfə üz-üzə gəldi və heç kim bilmirdi ki, həmin gün səpilən toxumlar 10 illiklər boyu davam edəcək nəhəng bir mübarizə ağacına çevriləcək. Təsəvvür edin, 20-ci əsrin əvvəlləridir və futbol bütün Lissabonu bir xəstəlik kimi bürüyüb. Hər kəs futboldan danışır, futbolla yaşayır. Və bu böyük həyəcanın kulminasiya nöqtəsi, bəli, məhz 1935-ci il fevralın 24-ü oldu. Məhz o gün Portuqaliya futbol tarixinin ən prinsipial rəqabətlərindən birinin təməl daşı qoyuldu. Və ilk oyunun nəticəsi inanılmaz idi. Hər kəsi sözün əsli mənasında şoka saldı. Yəni, hamı Benfica'nın rahat bir qələbə qazanacağını düşünürdü. Amma yox. Belenenses öz evində, öz azərkeşləri önündə 2-1 hesabı ilə qalib gəldi. Təsəvvür edirsiniz? Rəqabət elə ilk gündən böyük bir sürprizlə başladı. Bu, Benfica'ya verilən çox aydın bir mesaj idi. Bura xoş gəlmisiniz, amma işiniz heç də asan olmayacaq. Və beləliklə, hekayəmizin ən maraqlı hissəsinə gəlib çıxırıq. Rəqabətin, demək olar ki, qızıl dövrünə. Elə bir era ki, komandalar həqiqətən bərabər gücdə idi. O illərdəki hər bir oyun sanki bir final idi və vurulan hər qol çempionluq qədər dəyərli idi. Bəli, düz 20 il. Tam 20 il bu derbi əsl titanların savaşına səhnə oldu. Belenenses o dövrdə elə güclü bir komanda idi ki, onların stadionu, o məşhur Restelo, Benfica kimi bir div üçün belə əsl cəhənnəmə çevrilmişdi. Komandalar ora qələbə qazanmaq üçün yox, sağ çıxmaq üçün gedirdilər desək, bəlkə də yanılmarıq. Baxın, bu detallar çox vacibdir. Belenenses o vaxtlar sadəcə yaxşı komanda değildi, yox, onlar dominant bir güc idi. Hətta düşünün, tarixlərindəki yeganə çempionluq kubokunu da məhz o illərdə başlarının üzərinə qaldırdılar. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, Benfica'la oynanan hər bir maç sadəcə bir derbi yox, Portuqaliya futbolunun zirvəsi uğrunda gedən əsl bir müharibə idi. İndi gəlin rəqəmlərə baxaq. Çünki rəqəmlər heç vaxt yalan danışmaz. Bax, bu qrafik Belenenses'in öz evində nə qədər qorxunc bir rəqib olduğunu açıq-aydın göstərir. Düşünün, ilk 15 ildə öz stadionlarında Benfica'nı düz 11 dəfə məğlub ediblər. Benfica'nın qələbəsi isə cəmi 5 olub. Bu, sadəcə statistika deyil. Bu, o dövrün reallığının birbaşa sübutudur. Yəni, Restelo da söz sahibi Belenenses idi. Amma bilirsiniz, futbolda da, həyatda da heç nə əbədi deyil. Hər yüksəlişin bir enişi var və bu hekayədə də hər şeyi alt-üst edən bir dönüş nöqtəsi oldu. İndi isə gəlin, bütün tarazlığı pozan, rəqabətin taleyini birdəfəlik dəyişdirən o məşhur 1950-ci illərə səyahət edək. Bax, bu 10 illik Belenenses'in qızıl dövrünün sonu və tamamilə yeni bir eranın başlanğıcı oldu. Təsəvvür edin ki, bir tərəzi var. İllərdir bərabər dayanan bu tərəzinin gözü yavaş-yavaş Benfica tərəfə əyilməyə başlayırdı. Bu, Portuqaliya futbolunda baş verəcək böyük bir güc dəyişikliyinin ilk zəngiləri idi.
Yaxşı, bəs güc dəyişikliyi deyəndə nəyi nəzərdə tuturuq? Bu, sadəcə bir oyunu udub, o birini uduzmaq deyil, əsla. Bu, rəqabətin bütün xarakterinin, bütün ruhunun kökündən dəyişməsidir. Tərəflərdən birinin artıq digəri üzərində tam və uzunmüddətli bir üstünlük qurmasıdır. Və Lissabon derbisində olan da, təəssüf ki, məhz bu idi. Və indi baxın, bu qrafik o güc dəyişikliyinin nə qədər dramatik olduğunu gözlər önünə sərir. Xatırlayırsınız, ilk 15 ildə Benfica cəmi 5 dəfə qalib gəlmişdi. 1950-ci ildən sonra isə inanılası deyil, düz 32 dəfə qələbə qazanıblar. Belenensesin qələbə sayı isə elə 11-də qalıb. Yəni əvvəlki üstünlük nəinki yox oldu, vəziyyət tamamilə 180 dərəcə dəyişdi. Tarazlıq bir dəfəlik pozuldu. Bəs niyə belə oldu? Əlbəttə, bunun bir neçə səbəbi var idi. Belenenses yavaş-yavaş zəifləməyə başladı. Maliyyə problemləri, səhv transferlər, hətta bir neçə dəfə aşağı liqaya da düşdülər. Nəticədə nə oldu? O bir vaxtlar bütün Portuqaliyanı həyəcanlandıran möhtəşəm derbi tədricən öz odunu, alovunu itirdi. Yaxşı, bəs bütün bu hekayədən bugünə nə qalıb? Bəlkə də o əvvəlki gərginlik, o qanqada artıq meydanda yoxdur, amma bu rəqabətin daşıdığı o tarixi ruh, o simvolik məna hələ də yaşayır. Gəlin görək, bu miras əslində nədir? Bax, bu cədvəl əslində 80 ildən çox davam edən bir hekayənin qısa bir xülasəsidir. Düzdür, ümumi rəqəmlərə baxanda Benfica'nın böyük üstünlüyü görünür. Amma mənim üçün o cədvəldəki ən vacib rəqəm Belenensesin 22 qələbəsidir. Bax, o 22 rəqəmi onların bir vaxtlar necə nəhəng, necə təhlükəli bir rəqib olduğunun ən bariz sübutudur. Bax, bu sitat məncə hər şeyi yerinə qoyur. Azərkeşlər üçün tarixi bir simvolizm daşıyır. Məhz bu, bəlkə də gərginlik bitib, amma tarix, o simvolik məna heç vaxt ölmür, hələ də yaşayır. Yəni, yekun olaraq nə deyə bilərik? Benfica Belenenses derbisi sadəcə unudulmuş bir oyun deyil. Əsla. Bu, bizə idmanda heç bir şöhrətin əbədi olmadığını, güc balansının bir göz qırpımında necə dəyişə biləcəyini göstərən canlı bir tarix dərsidir. Bu oyunlar sanki Portuqaliya futbolunun keçmişinə açılan bir pəncərə kimidir. Və bu hekayə ağlımızda bir sual oyadır. Görəsən, zamanın amansız sınağından keçə bilməyən, bir vaxtlar dillər əzbəri olan, amma bugün heç kimin xatırlamadığı daha neçə-neçə belə böyük rəqabət var.